Çempionlar Liqasında 4-ə 4 etməklə minimum konferans liqasının liqa fazasını təmin etmiş Sabah, bundan daha çoxunu qazanmaq üçün Danimarka çempionu Aarhusa qarşı. Siz kanalımıza abunə olun, biz isə bu duelin geniş analizine keçək. İlk öncə dostlar, əlbəttə ki, Sabahla Aarhusun arasında həddindən artıq çox oxşarlıq var. Bu komanda sizə yenidir, əslində bizim özümüzə də yeni idi. Belə ki, bu komanda 1986-cı ildən bu yana 40 ildən sonra ilk dəfə olaraq ölkə çempionu oldu və Sabah olduğu kimi bu hər iki komandanın öz çempionatlarında underdog adlandırmaq olar. Underdog sözün Azərbaycanca tərcüməsi nə deməkdir? Yəni ki, hardasa bacarıqları çox yuxarı olan, yəni istedadı çox yuxarı, amma hazırki sosial statusu çox aşağı olan, onunla uzlaşmayan bir insan və ya komandanı nəzərdə tuturuq. Yəni misal üçün Sabah ötən mövsüm Azərbaycan çempionatında nəhəng klub olan Qarabağa qarşı mübarizə apararaq onu məğlub edə bildi. Digər tərəfdən isə Aarhus öz çempionatında bizim də çox yaxşı tanıdığımız Kopenhagen və Danimarka çempionatında qalxan ikinci gücü olan Midtjyllandı geridə qoyaraq sensasiyalı şəkildə ölkə çempionu oldu. Komandalar arasında oxşarlıq bunda bitmir. Belə ki, baş məşqçiləri də ötən mövsüm əvvəlində təyin olunmuşdu. Sabahda bu Dambrauskas-dırsa, Aarhusda həmin ad Jakob Poulsen'dir. Poulsen 43 yaşı var və adam öz məşqçilik karyerasına Aarhusun alt komandalarında başlayıb, lakin sonradan Viborgda uğur qazandı və bu uğurun sayəsində Viborg hardasa Danimarka çempionatının ortabablarından biridir və nəticədə Aarhusa təyinat aldı. Adam öz təyinatından ona bəslənilən ümidləri tam maksimal şəkildə doğruldaraq komandasını ölkə çempionu etməyi bacardı. Daha bir məqam taktiki baxımdan komandalar arasında oxşarlıq hər iki komandanın soldan hücuma aksent verməsi, build-upda səbirli olması və pressingdə o qədər də intensiv olmamalarıdır. Yəni başqa sözlə biz qabağımızda hardasa Sabahın Qarabağla daha bir duelini yox, Sabahın özünü oxşayan amma daha güclü çempionatdan gələn bir versiyası ilə maçı gözləyəcək. Əlbəttə ki, oyunçular da tam fərqli olduğundan və indi taktiki formatsiyada biz danışırıq ki, Sabahla əslində Aarhus arasında bütün oxşarlıqlar bitir. Biz başa düşməyə çalışacaq ki və görəcəyik ki, bu komandalar arasında oxşarlıqlar oyun üslubunda var, amma fundamental fərqli cəhətlər də var. Gəlin əvvəlcə komandanı yaxından tanıyaq və başa düşməyə çalışaq ki, Aarhus necə build-up edir və komandanın ən təhlükəli oyuncuları kimlərdir? Aarhusun ilk başda Sabahdan ən böyük bir üstünlüyü heyətinin bir qədər dərin olmasıdır və orta sahə və hücum oyuncularının universallığıdır. Gəlin başa düşməyə çalışaq. Burada bir neçə ad var ki, onlar həddindən artıq fundamentaldırlar. Aarhus 3-4-2-1 taktikasıyla oynayır. Özdə bir çox komandanın fərqi olaraq Aarhusun universallığı ondan ibarətdir ki, bu ikili bəzən iki fərqli wingerdən ibarət olur və o zaman əslində bu ikili belə olur və cinah müdafiəçiləri bir qədər içəri girirlər və ya bəzi hallarda isə bu ikili klassik içəri çəkilmiş 10 nömrələrdən ibarət olur və o zaman cinah müdafiəçiləri, yəni wingbacklər, belə deyək, laterallər bütün cinahı işləməklə məşğuldurlar. Gəlin əvvəlcə ona görə də biz soldan başlayaraq aşağı düşək və komandanı başa düşməyə çalışaq. Əsas oyunculardan biri və biz bu oyuncu haqqında həddindən artıq çox epitetlərə malikik, çünki onun oyununa baxdıqca həmin oyuncunu bəyənməmək mümkün deyil. Bu da Aarhusun öz yetirməsi olan 19 yaşlı Frederik Emery'dir. Belə ki, Frederik Emery öz karyerasına Aarhusun 15 yaşlılar komandasından bu yana sol cinah yarım müdafiəçisi kimi oynayıb və əlbəttə ki, heç kəs normalda beşli müdafiə oyuncu hazırlamadığından Jakob Poulsen'in ən universal, ötən mövsüm çox effektiv şəkildə işləyən və xüsusilə də mövsümün ikinci yarısında biz bu effekti gördük. Emery'ni sol cinah wingback etmək idi. Wingback, yəni dediyim kimi sol cinah müdafiəçisi demək ki, ona lateral edək və Emery bu rolda şahanədir. Emery'yə kömək etmək üçün mərkəz sol müdafiəçisi olan Kal çox intensiv şəkildə hücuma qoşulur və eyni zamanda komandanın metronomu olan yarım müdafiədən oyuna diktə edən Knudsen də burada hücuma qoşulmaqla bir növ Emery üçün boş məkan axtarmağa çalışırlar. Və əlbəttə ki, hücumda da əgər Mikkel Anderson varsa, o daha çox wingerdir. Komandanın ən yaxşı oyuncularından biri Arnstad oynayırsa, o nominal 10 nömrədir və maraqlı özəllik bundan ibarətdir ki, Emery'nin 19 yaşı olmasına baxmayaraq, nisbətən çiy olmasına baxmayaraq, Emery həm cinahı əla oynayır, həm də ki, yarım cinahlara girə bilir. Gəlin komandanın taktiki şəklini burada bir qədər saxlayıb, Emery ilə olan fraqmentlərə baxaq və göstərək ki, rəqibin sol cinahda nə qədər universal oyuncusu var. Baxın, bu hücumda Emery hücuma qoşulur və sol cinahdan az qala fərqlənir.
Daha bir hücum bu əlbəttə ki Lexlə Polşa komandası ilə ilk maçdı, hansında ki komanda darmadağın olunmuşdu. Görür ki o sol cinah wingeri olan Mikel Andersonla tandem təşkil edir və yenə də cərimə meydançasına çox təhlükəli pas atır. Xüsusilə onun cərimə meydançasına qoşulmalarına fikir verin. Bu sabahın ən çox diqqət etməli olduğu məqamlar olacaq. Özəlliklə nəzərə alsaq ki, Zedatka hücuma qoşulur və əgər Zedatka gecikərsə, buradan Aarhus bizi çox effektiv şəkildə cəzalandıra bilər. Digər epizod burada da Emery'yə baxın. Emery həmin o dediyim o təhlükəli açılmanı edir və qapıya çox təhlükəli zərbə vurur. Və nəhayət əlbəttə ki biz Emery'dən danışsaq onun məhsuldar işini də ortaya qoymalıyıq. Burada yenə də o 1-2 edir sol cinahda və qol pasını atır. Və əslində bu qolun digər rakursdan təkrarında görürük ki, oyunçu sadəcə öz ayağını qoyaraq topu qapıya yönəldir. Bu da o deməkdir ki, Emery nə qədər gözəl pas atdı. Və əlbəttə ki baxın klassik Aarhus hücumlarını biz bu sabahla hər iki maçda görəcəyik. Komanda bir cinahdan yüklənib, bu epizodda sağda yüklənib və top sola ötürülür. Əlbəttə ki rəqibin fokusu sağda olduğundan sol boşluq və bu boşluqdan Emery çox mükəmməl şəkildə istifadə edir və təhlükəli epizod yaradır. Ümumiyyətlə Emery'nin qalxışından danışanda baxın Aarhus bu mövsüm cəmi 3 maçda hələ ki oyun oynayıb. Bunların ikisi Polşanın Lech Poznan komandasına qarşıdır. O biri isə ölkə çempionatında əsas rəqiblərindən olan Brøndby'yə qarşı maç idi, hansı ki 1-1 hesabı ilə bərabərə bitmişdi və bu 3 maçda Emery rəqibin 1/3-də 22 dəfə uğurlu şəkildə dribling edib, 20 cross edib ki, asma edib ki, bunların 9-u uğurlu olub və 9 açar pasa imza atıb. Bu hardasa əgər yenə də bu Danimarka çempionatı və Lech Poznan olmasaydı, amma hətta Lech Poznan və Danimarka çempionatında kifayət qədər möhkəm orta səviyyədir. Həddindən artıq güclü və demək olar ki, elitar rəqəmlərdir. Amma yenə də bunu təkrar edək ki, bu cəmi 3 oyunda əlimizdə olan məlumatdır. Və bir də ki, əlbəttə ki, Emery'nin 19 yaşı var, yəni hər şey ola bilər. İstənilən adam çox pis oyun keçirə bilər. Komandanın taktiki lövhəsinə qayıdaq. Baxın, burada nə baş verir? Sol cinah müdafiəçisi, mərkəz müdafiəçisi Karl yuxarı qalxır və yuxarı qalxdıqda komandada burada boşluq yaranmasın və build-up'ın ilk fazasında 3 oyunçu olsun deyə mərkəz müdafiəçilərindən biri sola keçir və qapıçı Hansen yuxarı qalxaraq hardasa 3-cü futbolçuya çevrilir. Bu da çox maraqlıdır. Çünki Hansen'ın həddindən artıq yaxşı ayaqları var, lakin qapıçı gəncdir. Ona görə də sistematik olaraq hərdən çox kobud səhvlərə yol verir. Məsəl üçün Lech Poznanla ilk maçın 4-1 hesabı ilə darmadağınla nəticələnməsinin ən böyük səbəbkarı və ən böyük günahkarı Hansen idi. Baxın, belə bir epizodda, adi bir epizodda Hansen topu əli ilə zərərsizləşdirməyə çalışır cərimə meydançası kənarında və qırmızı kart alır və bu qırmızı kartdan sonra da əslində Aarhusun evi yıxılır. Dostlar, geri qayıdaraq əgər komandanın taktiki mənzərəsini bir qədər yuxarı qalxsaq, burada çox vacib oyunculardan biri Knudsendir. Biz dedik Knudsen əslində dayaq müdafiəçisidir. Bəzi hallarda Jakub Poulsen Knudseni sağa çəkərək sol cinahda Arnstad'ı oynadır. Arnstad həddindən artıq çox universal bir futbolçudur. Əgər Arnstad bu mövqedə oynayırsa, bu o deməkdir ki, komanda oyuna ortada diktə etməyə çalışır. Çünki Knudsen ilə Arnstad həddindən artıq topu çox yaxşı kontrol edir. Mükəmməl xətt kəsici paslara malikdir və eyni zamanda müdafiə xəttini çox effektiv şəkildə qoruya bilirlər. Və bu zaman əslində Arnstad, hansı ki nominal 10 nömrədir, box to box 6-8 nömrəyə çevrilir. Amma bu əgər baş verirsə, o deməkdir ki, hücumun sol cinahında komandada Anderson olacaq, sağda Jorgensen olacaq. Jorgensen və Anderson müvafiq olaraq sağ cinah vingeri və sol cinah vingeridir. Arnstad özü yuxarı qalxırsa, bu o deməkdir ki, Arnstad hardasa nominal 10 nömrədə, hansı ki yarım cinaha çəkilib. O zaman ona reaksiya olaraq burada da Bech sağ 10 nömrə mövqeyində oynayır. Bech əslində, baxın, burada çox maraqlı bir duet var. Belə ki, Arnstad nominal 8 nömrə olduğuna görə ikili 10 nömrə olanda Bexi ikinci hücumçuya çevirir, hansı ki cərimə meydançasına sıçrayışlarla girir. Bir növ Jude Bellingham'in İngiltərə milli komandasında və ya Mbappé gəlməmişdən Real Madriddə oynadığı rol, yəni kölgə hücumçusu və ya ikinci yarı 10 nömrə, yarı 9 nömrəyə çevrilir. Lakin Arnstad daha çox aşağı düşərək kompensasiya etməyə çalışır və o nömrə mövqeyindən əslində təhlükəli epizodlar yaratmağa çalışır və bu da komandanın həddindən artıq universal edir. Çünki özünüz düşünün, adətən istənilən komandanın, hətta Qarabağın, hətta Sabahın və ötən mövsüm Qarabağın rəqibi olan Kopenhagenin də müəyyən bir oyun fəlsəfəsi var və bu oyun fəlsəfəsi üzərində işləyirlər. Amma bu komandada hücum 10 nömrələri bəzən vingerlər olur, yəni nominal 7 nömrələr olur. Bəzi hallarda isə 10 nömrələr olur və hətta orada da universallığa komanda malikdir və Jakub Poulsen də 1 il 3 ay ərzində bu universallıqdan öz xeyrinə çox effektiv şəkildə istifadə edə bilir. Əlbəttə ki, hər gözəlin bir eybi var və Aarhusun ən böyük problemi bu dəqiqə 9 nömrə mövqeyidir. Belə ki, ötən mövsümün bombardierləri komandanı tərk etdi. Bu mövsüm komandanın alt
məktəbindən çıxmış Boquera var, hansı ki əsas heyətə yavaş-yavaş inteqrasiya olunur, çox istedadlı oyunçudur. Lakin baxın, Boquera əsas heyətdə yalnız Lech Poznanla cavab maçında çıxdı. Bunun da əsas səbəbi ondan ibarət idi ki, onun arxasında 10 nömrə mövqeyində Bex oynasın və hücum fazasında komanda 2 hücumçu ilə bir növ rəqibin üstünə getmiş olsun. Amma normalda və bizim bəlkə də sabahla ilk oyundan gözləntimiz ondan ibarətdir ki, komanda orta sahədə nəzarəti ələ almaq üçün və həddindən artıq ofensiv, yəni həddindən artıq hücuma meyilli komanda olmaması üçün çox güman ki, yanlış 9 nömrə və ya siz onu sevirsiniz deməyə, saxta 9 nömrə mövqeyində bəlkə də Bex oynadı. Boquera ehtiyat oyunçular skamyasından girdi. Çünki bu anda komandanın 4 nominal hücumçusu var və onlardan 3-ü zədəlidir. O yüzden komandanın çox ciddi problemləri var hücumla bağlı. Lakin ümumilikdə son 3 maçda gördüyümüz kimi komanda 6 dəfə fərqlənə bilib və bu 6 fərqlənməni komanda hardasa 5.6 XG-dən edib və Arnstadla bağlı maraqlı məqam ondan ibarətdir ki, o komandanın əsas penalti vuranıdır. Belə ki, o bu mövsümün 3 oyununda artıq 2 dəfə penaltidən fərqlənməyi bacarıb. Gəlin bizim bütün bu danışdığımız nəzəri hissəni epizodların dili ilə meydanda görməyə çalışaq və bu bizə imkan verəcək ki, başa düşək ki, Aarhus bizə qarşı, yəni Sabaha qarşı necə oynayacaq. Gəlin baxın bu epizoda baxaq. Bu epizodda Lech futbolçuları özlərinin 1/3-nin elə bir sağ cinahında topu yuxarı qaldırmağa çalışırlar, amma pasta səhv olur və burada görürük ki, bayaq dediyimiz Aarhusun sol üçlüyü, sol cinah müdafiəçisi olan 19 nömrə Kal, sol cinah wingback-i, yəni lateralisi olan Emery və burada sol cinaha yıxılmış Arnstad üçü birlikdə gözəl kombinasiya edərək qolu vururlar. Və hətta bu epizodda biz baxsaq görürük ki, Arnstadın yanında həm də Boquera var. Bunun anlamı nə deməkdir? Yəni ki, bayaq dediyimiz kimi hücum fazasında komanda hesabda 1-4 hesabı ilə geri idi, -3 idi. Ona görə də 2 nominal hücumçu ilə içəri girirdi. Amma normalda əgər Bex nominal 9 nömrə olursa, o zonaya adətən əgər soldan hücum gedirsə, sağ cinah lateralisi olan Links girə bilir. Links bu oyun elementində o qədər də pis deyil, amma bunu o qədər də mütəmadi etmir. Hardasa ötən mövsümün Zedatkasını xatırlamaq yerinə düşər. Yəni hər iki cinah Aarhusda hücuma eyni dərəcədə qoşulmur, yoxsa manyakal hücuma aksent və arxası boş qalardı komandanın. Links bir qədər arxada qalaraq bir növ arxa xətti kompensasiya etməyə çalışır. Əlbəttə ki, Danimarka komandası olduğuna görə Aarhusun daha bir güclü tərəfi standartlardır. Standartlarda komanda həddindən artıq effektivdir. Ötən mövsüm düzdür, Danimarka standartlarına görə 6 topu kornerdən komanda vurmuşdu. Bu mövsüm Lechə qarşı qolların biri məhz kornerdən gəlmişdi. Məsələn, gördüyümüz epizodda komandanın mərkəz müdafiəçisi olan Tingager, hansı ki boyu 1.90 üzərindədir. Baxın, bu epizodun bu rakursdan təkrarında biz görürük ki, adam heç ümumiyyətlə mövqeyə çıxmadı. Sadəcə mövqeyində durdu və başla topu qapıya yönəltdi. Lakin Aarhus standart köhnə məktəb üslubunda kornerləri yerinə yetirmir. Jakub Poulsen yəqin ki, dünya çempionatında bir çox komandanın çox maraqlı korner rutininə baxaraq onlardan bir qədər nəsə öyrənməyə çalışır. Baxın, bu epizodda da bir qədər qeyri-standart qısa paslarla korneri yerinə yetirməyə çalışır. Əlbəttə ki, rəqibin bütün heyəti demək olar ki, öz cərimə meydançasına sıxıldıqdan buradan top rəqibə dəyərək kornerə çıxır. Və daha bir maraqlı məqam komandanın istənilən ölü toplardan fərqlənməyə cəhdidir və ya təhlükəli epizod yaratmağa cəhdidir. Baxın, bu epizodda biz görürük ki, uzun out gəlir və bu outdan sonra rəqib meydançasında qarma-qarışıqlıq baş verir. Lakin Mikkel Anderson, hansı ki sol cinah wingeridir, bu epizodda topu göyə vurur, amma istənilən başqa anda bu rahat şəkildə qapıya da gedə bilərdi. İndi isə əlbəttə ki, gəlin Aarhusun zəifliklərindən danışaq. Sabahla maçı dəyərləndirməmişdən öncə əlbəttə ki, komandanın ən böyük, bax gözə girən, hər 3 oyuna biz baxmışıq 90 dəqiqə. Ən böyük, hətta 3-cü maça əlbəttə ki 120 dəqiqə baxdıq. Sonraki oyun sonrası penaltilərdən daxil olmaqla, lakin hər 3 oyunda bir trend var idi ki, özünü qabarıq şəkildə göstərirdi. Bu da keçid futbolu. Yəni Aarhus görünür ki, həm gənc komandadır, həm gənc məşqçiyə malikdir, hansı ki ikinci mövsümündədir və belə olan halda hücuma meyilli komandanın ən böyük eybi əlbəttə ki transitiondır. Yəni müdafiə keçid futboludur və müdafiə keçid futbolunda həmləyə, hətta Brøndby ilə maçlarda belə Aarhusun çox ciddi problemləri var idi və əgər bundan effektiv şəkildə istifadə etmək olsa, Sabah bu oyun elementindən ən azı bir qol yarada bilər. Gəlin epizodları incələyək və başa düşməyə çalışaq. Baxın, burada görürük ki, komanda hücum fazasında top itirir və hələ ki sol cinah wingback-i olan Emery yuxarı qalxa bilmir və müdafiə dördlüyü əslində
əks hücumda tutulub. Sadəcə burada bəxti götürür ki, komandanın ki, komanda qol buraxmır. Daha bir epizod. Burada isə bu qədər də bəxti gətirmir komandanın və burada 2-1 toxunuşlu xətt kəsən paslara baxın və bu paslar əslində qola gətirir və qol özdə çox maraqlı bir məcrada vurulur. Belə ki, 3 maçda və biz bunu baxdığımız maçlarda hesablamışıq. Aarhus 7 dəfə qapısına belə zərbə buraxıb və onların ikisi qolla nəticələnib. O nə deməkdir? İngiliscə biz buna rebound deyirik, yəni qayıdan top. Bu da müdafiənin özünü yaxşı şəkildə təşkil edə bilməməyindən xəbər verir. Çünki sol cənah mərkəz müdafiəsi yuxarı qalxır, orada boşluq yaranır, o boşluq qapanmır və nəticədə komanda keçiddə tutulanda bir qədər də xaos düşür ortaya və xaosun da nəticəsi əlbəttə ki, belə təhlükəli zərbələrə gətirib çıxarır. Ona görə Sabahın da Aarhusun cərimə meydançasında ən azı 2 oyunçu ilə girməsi vacibdir ki, reboundlardan maksimal istifadə etmək mümkün olsun. Digər epizod, baxın, çox bəsit bir topdur və yenə də əks hücumu Lexin 2 futbolçusu edir və demək olar ki, qapıya qol gəlir. Daha bir epizod biz görürük ki, ikinci hücumçu cərimə meydançasındadır və tutulmuyor. Bax, bu ən böyük problemidir. Mən bayaq dedim sizə, adətən müdafiədə ən azı rest defense fəlsəfəsi ondan ibarətdir ki, rəqibin pressing edən 2 oyunçusuna qarşı sənin 3 oyunçun olur, amma sol mərkəz müdafiəçisi yuxarı qalxanda 2-yə 1 qalırlar və o öz mövqeyinə qayıtmaqda bəzən çətinlik çəkir, bəzən düzgün mövqe seçməkdə çətinlik çəkir və nəticədə sol mərkəzlə mərkəz və eyni zamanda sağ mərkəz arasında boşluq yaranır və o boşluğa əgər ikinci oyunçu intensiv şəkildə girərsə, belə təhlükəli epizodlar yaradır. Təkcə bizim baxdığımız oyun Lech Poznanla olan maçlar deyildi. Baxın, Brund belə maçda da burada müasir futbolda bəlkə ən gözəl, ən dəbdə olan asmalardan biri yarım cinahdan asma gəlir və yenə də görürük ki, uzaq dirəkdə Aarhusun müdafiəsində xaos başlayır. Digər epizod isə bu əslində Sabaha sərf edən bir oyun elementidir. Belə ki, Sabahın əl qolunu bağlayaraq ona heç bir şans verə bilməyən komanda ağlımıza gəlsə, əlbəttə ki, ilk öncə individual ustalığı qat-qat yuxarı olan komandadır. İkinci isə intensiv pressing edən komandadır. Çünki bu mövsümün hazırki fazasında Sabahın pressingi hələ ki xaotikdir. Hələ ki, yəni sistematik deyil. Deməyək xaotikdir, çünki xaotik əslində düzgün söz deyil, amma biz həm CNS-lə, həm də ki Kupsla maçda, hər iki maçda özü gördük ki, Sabahın pressingi əvvəlki kimi, bu son mövsümün ikinci yarısında olduğu kimi sistematik deyil və əgər rəqib sənin sistematik pressingə məruz qoyarsa, sənin başın ciddi ağrıyacaq, amma dediyimiz kimi rəqibin Sabahla oxşar özəlliyi ondan ibarətdir ki, rəqib bir qədər səbirli build-up üstünlük verir və komandanın PPG-yi 10.8-dir, yəni hardasa 11 pasa icazə verir ki, Aarhus rəqibi pressing etsin. 11 passa Sabahın dilində hardasa meydanın mərkəzinə çatmaqdır. Bu zaman artıq sənin daha topla yaxşı rəftar edə bilən Umar Ali ilə Lepinitsan var ki, hansı ki daha texnikalı şəkildə yuxarı qalxa biləcəklər. Nəinki müdafiənin birinci fazasından ortaya qalxmaq. Və baxın, bu epizodda da Lech Poznanla biz bunu görürük. Düzdür, burada Lechin hücumçusu olan İşakın möhtəşəm zərbəsi var, amma ona gedən epizoda baxın. Lechin sağ cinah müdafiəçisi Joel Pereira, yəni belə deyək, bizim dilimizdə deyək, Lechin zedatkası bir neçə saniyə meydanın mərkəzində irəliləyir. Rəqib onu heç bir pressingə məruz qoymur. Burada sürətli əks hücumdan söhbət getmir. Və baxın, belə bir qol gəlir komandanın qapısına və komanda belə epizodları əgər açılırsa sistematik şəkildə buraxır. Bir də əlbəttə ki, individual oyunçularda səhvlər olur. Dəfələrlə məsələn Links, hansı ki sağ cinah lateraləsidir, Knudsen, hansı komanda metronomudur, individual man markingə məruz qalanda və pressingə məruz qalanda topu çox təhlükəli yerlərdə itirir və əlbəttə ki Kal bu səhvlərə yol verir. Yəni dediyimiz kimi bu komanda gənc, belə dəliqanlı komandasıdır, amma Skandinaviya dəliqanlısı Azərbaycan standartlarıyla çox soyuqqanlı, təmkinli bir insandır, amma yenə də belə səhvlər çox tez-tez olur. Bizim düşüncəmizcə siz sadəcə gedin Lechlə hər iki maçın fraqmentlərinə baxın, heç tamına baxmağa ehtiyac yoxdur. Siz görəcəksiniz ki, həyatınızda bəlkə də müşahidə etdiyiniz ən absurd 1-4 oldu. Çünki hətta birinci maçdakı 4-1 darmadağından sonra Lech kifayət qədər öz evində epizodlar yaratdı ki, ən azı vurduğundan 2 qol rəqib qapısına vursun, amma eyni zamanda öz qapısında da qollar buraxa bilərdi. Yəni bunun da əsas səbəbi ondan ibarət idi ki, Aarhus qırmızı kartdan sonra birinci maçda kontrolü itirir, risk etməyə məcburdur və Lech əks hücumlarda komandanı darmadağın edir. İkinci maçda isə Aarhus açılır, risk etmək məcburiyyətində qalır və qapısında çoxlu epizodlar buraxmağa başlayır. Sabahla maça gəldikdə əlbəttə ki ilk maç Danimarkadadır. Danimarkadakı ot örtüyün səviyyəsi həm Wales, həm də ki Finlandiyadakindən qat-qat yaxşıdır. Bu da hər iki komandaya futbol oynamağa imkan verəcək. Sabah rəqibi necə sanca bilər? Əlbəttə ki səbirli build-upla, rəqibin pressingini özünə çəkməklə, rəqibin əlbəttə ki bir qədər öz qapısından yuxarı qaldırmaqla, əgər Sabah olsa oradan göstərək və keçid futbolunda xüsusilə də Zedatka və ya Zedatkanın mövqeyinə qalxacaq yarım müdafiəçi ola bilsin ki, Umar Ali bu olsun. Həmin cinahlardan
əks hücumlar yaratmaqla və üstəlik əlbəttə ki, hücuma keçdikdə çox vacibdir ki, cərimə meydançasında daima Sabahın 2 futbolçusu olsun. Çünki qayıdan toplara reaksiya vermək lazımdır. İkinci üstünlük əlbəttə ki, əgər sən Aarhusun üstünə 2 hücumçu ilə və ya 2 oyunçu ilə belə hücum oyunçusu ilə cərimə meydançasına daxil olursansa, Aarhusun sistematik problemləri yaranır. Bu ötən mövsümdə də belə idi. Bu mövsümün ilk 3 oyunda da belədir. Ona görə də Sabah bu zəif kanallara toxunduqca biz əminik ki, Aarhusla maçlarda epizodlar əldə edəcəyik. Əlbəttə ki, bu maçın bir mənalı şəkildə underdogu, yəni udmağa az bir qədər şansı olan komanda Sabahdır. Hardasa bizim qənaətimiz odur ki, 30-un 70-ədir, amma rəqib ona qarşı hər hansı bir şansın olmadığı bir komanda deyil. Yəni Sabah müəyyən sistematik oyunda müəyyən bir qədər bəxti gətirsə, xüsusilə əgər Aarhus oyunda risk etməyə başlasa və Sabah o riski əks hücumlarla cavablandıra bilsə, o zaman rəqibə qarşı şansımız olacaq. Çox vacibdir ki, pressing oyunda və bizim build-up oyunumuzda kobud səhvlər olmasın və ya belə qeyri-sabitliklər olmasın. Bundan Aarhus çox effektiv şəkildə istifadə edəcək və ondan daha vacib məqam əlbəttə ki, rəqibin qapısına biz epizod əldə ediriksə, onları dəyərləndirmək lazımdır. Misal üçün Kupsa maçda biz 15 dəqiqə ən azı 3 dəfə fərqlənməliydik. Aarhusla o qədər çox epizod olmayacaq. Bir istisna var ki, əgər Aarhus 10 nəfər qalsa və hesabda geri olsa, Lech Poznanın oyunda olduğu kimi. Ona görə də gəlin bu çətin iki dueldə Sabaha uğurlar arzulayaq. Çünki günün sonunda bir faktı unutmayaq ki, Sabah artıq minimum tapşırığı ləyaqətlə yerinə yetirib Azərbaycanı Konferans Liqasında təmsil edəcək. Bu deməkdir ki, Sabahın sayəsində biz yanvarda da və hətta bəlkə də fevralda da Azərbaycanda Avropa oyunları görəcəyik və eyni zamanda buradan o biri komandalarımıza da səslənərək onlara da uğurlar arzulayırıq ki, Sabahı bu liqa fazasında tək qoymasınlar. Lakin Sabahın özünə gəldikdə isə bu rəqibi əgər keçə biləriksə, qabaqda əlbəttə ki, Çempionlar Liqası xəyalını da qurmaq olar. Siz necə fikirləşirsiniz dostlar? Bu analizdən sonra sizin fikrincə Sabahın şansları nə qədərdir və bu dueldən, özəlliklə ilk maçdan nə gözləyirsiniz? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videonu bəyəndinizsə kanalımıza abunə olaraq like düyməsini sıxın ki, belə gözəl videolarımızı buraxmayasınız.